ekrana yaxın əyləşin. Mən bu günlərim sizlərə Sevgi Evi Qadın və Uşaq Sığınacağının direktoru Könül Qasımovanın dediyi sözlərlə bağlı və eyni zamanda o sığınacaqla bağlı məlumat verəcəm. Sevgi Evi sığınacağının rəhbərinin saxlanıldığı iddia olunur. Kanal 21-in əldə etdiyi məlumat və müxtəlif mənbələrdə yayılan iddialara əsasən Sevgi Evi Qadın və Uşaq Sığınacağının rəhbəri Könül Qasımovanın hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir. Məlumatla bağlı hələlik Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama verilməyib. Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyi Könül Qasımova barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü əzab vermə maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın başa çatdırıldığını, iş materiallarının baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərildiyini açıqlamışdı. Xatırladaq ki, 2022-ci ildə Sevgi Evi sığınacağında aparılan monitorinqlər zamanı azyaşlılara qarşı zorakılıq və işgəncə iddiaları gündəmə gəlmiş. Bununla bağlı cinayət işi başlanmışdı. Könül Qasımova isə ona qarşı irəli sürülən iddiaları qəbul etməyərək barəsində səsləndirilən iddiaların böhtan olduğunu bildirmişdi. Kanal 21 məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışır. Rəsmi təsdiq və açıqlama veriləcəyi təqdirdə ictimaiyyətə əlavə məlumat verəcəyik. Xatırladaq ki, Kanal 21-in rəhbəri Fərhad Quliyev Sevgi Evinin rəhbəri ilə bağlı silsilə reportajlar hazırlamışdı.